Hərəkət oxşarlıq mövzusunda 93 nömrəli suala baxaq. ABC üçbucağında K nöqtəsi daxili çəkilmiş çevrənin mərkəzi DY BC-yə paraleldir. AD 6, BD 2, YC 5 olarsa bizdən BC-ni soruşur. Burada yazaq 1x. Baxın, əgər burada K nöqtəsi daxili çəkilmiş çevrənin mərkəzidirsə, bu K nöqtəsi tənbülənlərin kəsişmə nöqtəsidir. Çünki üçbucağın daxili çəkilmiş çevrənin mərkəzi tənbülənlərin kəsişmə nöqtəsində yerləşir. Deməli, burada BK-nı birləşdirirəm. Həmçinin KC. İndi BK tənbüləndir, həmçinin KC tənbüləndir. Bura alfadırsa, burada olacaq alfa. Bura betadırsa, buradakı bucaqda olacaq beta. Burada verilib ki, bizə DY BC-yə paraleldir. DY BC-yə paralel olduğuna görə çarpaz bucaqlar var. Yəni, bura alfadırsa, buradakı bucaq da alfadır. Deməli, bu da bərabər yanlı üç bucaqdır. DK da olacaq 2. Eyni qaydada bura betadırsa, buradakı bucaq da betadır. Bura 5-dirsə, KY də olacaq 5. Biz buradan DY-nin 7 olduğunu tapdıq. Və DY BC-yə paraleldir. Burada uyğun bucaqlar var. Yəni, bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Buradakı bucaqla C bucağı da bir-birinə bərabərdir. A bucağı da hər iki üç bucaq üçün ortaq bucaqdır. Alfa var idi, bura bir qamma yazaq. Deməli, biz yaza bilərik ki, üç bucaq ADY oxşardır üç bucaq ABC-yə. Oxşarlığa əsasən yazırıq. Deməli, AD-nin ümumi AB-yə nisbəti bərabərdir DY-nin BC-yə nisbətinə. AD-miz 6, AB-miz 8, DY-ni 5 üstə gəl 2, 7 tapdıq. BC də x. Buradan çarpaz vuranda 6x bərabərdir 8 vur 7, 56-ya. X olacaq 6-da 56. 2-yə böləndə 3 dəfə 28. Deməli, BC-nin uzunluğu 3-də 28-ə bərabərdir. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.